müəllim, sizə heç inanmazdım. Aldanmaq Mən elə bilirəm ki, siz deməzdim mənə. insan tanıyansınız, siz Yox. insan sərrafısınız. 22 ildir mən cəmiyyətdən işləyirəm. 22-ci ildir. Amma mən ona aldanmaq deməzdim. Sadəcə inandığın insan, bəli, etibardan sui-istifadə, inandığın insan bəlkə də deyərdim icazə verdiyi üçün, amma mənə aid deyil o icazə verdiyi üçün. Çünki deyəcəyim söz daha doğrusu, belə deyək də, Həzrəti Peyğəmbər əleyhissalamdan bir hədis var ki, bilə-bilə ki, qarşındakı insan sənə inanır, onun inancından istifadə edərək onu alladırsansa, dünyanın ən rəzil insanısan. Vay vay. Məsələn, təqribən bir həftə bundan qabaq bizim bir dostlarımız müraciət elədi ki, acı bəs belə bir qoyun qurbanımız var, gedək onu kəsək. Bəli, gözəl. Kəsək, bəs müəyyən o kimsəsiz uşaqlara verək. Bəli. Mən də bir tanıdığım bir yer var idi. Dedim, gedək, özümüz də bir sağın, solun, bəzədik, düzədik. Getdik, həmən qapını döydük ki, orada bir neçə uşaqlar var ki, mən bilirdim. Və orada oranı işlədən insan da tanıdığım insan idi, hörmət etdiyim insan idi. Cəmiyyətdə hörmət etdiyim insanların biri idi. Çox ürək açıqlığı ilə dostumu, qardaşımı yığdıq, getdik, qapını döydük. Mən ona inandığım üçün mən onu araşdırmadım. Çünki mən illərdir onu tanıyıram. İllərdir bu işdən məşğul olduğunu bilirəm. Araşdırmadım. Amma mənim sağımda, solumda gedən dostlarım, onlar başladılar, o bir baxış var da, baxışdan insanları tanımaq, sağına, soluna, ətrafına baxmaq. Onlar mənə çıxandan sonra dedilər ki, bu o deyil. Dedim, necə o deyil? Dedi, burada müəyyən o sual ki, əsnasında mən başa düşmədim ona. Yəni dedilər ki, tanıdığınız adam o deyil. Yəni o deyil də, yəni o deyil. Nə hiss keçirdiniz? Mən çox, hətta qızardım, çox pərt oldum. Adam Çünki o anda adam elə pis olur. Tanımadığım insan olsaydı mütləq onu araşdırardım. Amma tanıdığıma görə araşdırmadan mən ürək qızdıraraq onları götürdüm, apardım ki, o Allah rızasına görülən bir işdir. Amma onu orada dedi, hətta məsələn biz 2 dənə qoyun gətirmişik, 2 dənə qoyun ən azı uşağa bir 50-60 uşağa hətta çoxa bəs eləyər. Amma orada 2 dənə uşaq var. Amma bizə dedilər ki, burada 50 uşaq var. Rahim müəllim, o anda sizin düşdüyünüz duruma mən də düşmüşəm də, bilirəm ki, ekspertlərimiz də, elə siz də əziz tamaşaçılarımız, o anda adamın ürəyindən gəlir ki, o adama nəsə deyəsən, amma adam özü tanır elə bil. Hə? Sizdə olub o hiss? Həqiqətən də, bəli. Adam deyə bilmir, boğula qalırsa. Ben bir şey qeyd edeyim. Ümumiyyətlə psixologlar deyir ki, insanlara güvənməyin o mənada.